Din nədir? Din insanın səadətə yetişməsinə xidmət edən ilahi bir yoldur. Özündə ağıl və mənəviyyatı ehtiva edən bir yol. Dinin insan və cəmiyyətin həyatında oynadığı rol, onun insanlar tərəfindən doğru düzgün anlaşılıb anlaşılmamasından asılıdır. Yalnız düzgün şəkildə təfsir edilib anlaşıldıqda din insan və cəmiyyətin xoşbəxtliyinə xidmət edə bilir. Bu isə yalnız onun düzgün formül əsasında idraki ilə mümkündür. Dinin düzgün formül əsasında idraki dedikdə elə bir formül nəzərdə tutulur ki, hər bir dövr və hər bir cəmiyyət üçün, başqa sözlə desək, hər bir zaman və məkan üçün uyğun və aktual olsun. Nə zaman və harda yaşamasından asılı olmayaraq, insanlar öz dini görüşlərini həmin forma əsasında qura bilsinlər. Həqiqi ilahi din elə bir əsasa söykənməlidir ki, istənilən cəmiyyətdə yaşayan insanlar öz suallarının cavabını onun əsasında tapa, öz mənəvi ehtiyaclarını onun əsasına rahatlıqla təmin edə bilsinlər. İslam dini bütün dövrlər və cəmiyyətlər üçün nə zaman və harda yaşamasından asılı olmayaraq bütün bəşəriyyət üçün göndərilmiş universal ilahi dindir. Bu din iki prinsipə, ağıl və mənəviyyata əsaslanır. Ağıl ilahi həqiqətlərin rasional idrakını, mənəviyyat isə bu həqiqətlərin insanın ruhunda, qəlbində əks olunmasını təmin edir. İnsan ağıl vasitəsilə özünü və ətraf aləmi dərk eləyə və doğru yolla yanlışı ayırd edə bilər. Mənəviyyat vasitəsilə isə doğru yolu seçib həyatını doğru düzgün yaşaya bilir. Məhz bu aspektdən çıxış eləyərək biz ilahi dinin ağıl və mənəviyyat formulu əsasında qurulduğunu söyləyə bilərik. Bu formul son ilahi kitab olan Quran-Kərimdə kitab və hikmət olaraq təqdim edilir. Kitab mənəviyyatı, hikmət isə ağlı, intellekti ifadə edir. Allah sənə kitabı, Quranı və hikməti nazil etdi və bilmədiyini öyrətdi. Nisa surəsi 113-cü ayə. Sözcüdən formul dinə və bütövlükdə həyata mənəvi və rasional yanaşmanı öyrədir. Məhz bu ikisinin vəhdətində insan öz xoşbəxtliyini təmin edə bilər. Bunlardan biri olmadan din öz ilahi mahiyyətini itirir və insanı xoşbəxt edə bilmir. Biz bunu obrazla desək, quşun iki qanadına bənzədə bilərik. Bir qanadını ağıl, intellekt, digər qanadını isə mənəviyyat təşkil edir. Bu qanadlardan biri olmasa, quş şikəst olar və uça bilməz. Mənəviyyatlı şəxs də intellektsiz, yaxud intellektli şəxs mənəviyyatsız olarsa, xoşbəxt ola bilməz. Kitab, yəni Quran, son ilahi vəhlər toplusu və İslam dininin ilahi qaynağı olub, özündə ilahi mənəviyyat qanunlarını və ilahi dini təlimləri ehtiva edir. Bu təlimlər insanın mənəvi tələbatlarının ödənilməsinə və mənəviyyatlı insan yetişdirilməsinə xidmət edir. Hikmət isə hər bir normal düşüncəli insanın sahib olduğu doğru düzgün əqli mühakimə qabiliyyəti olub, özündə əqli məntiqi və elmi həqiqətləri ehtiva edir. Yalnız onun sayəsində insan həm təbiət aləmindəki ilahi qanunları, həm də ilahi kitabda buyurulan mənəviyyat qanunlarını düzgün şəkildə öyrənib, dərk edə bilir. İlahi kitab olmadan ilahi vəhyi aşkar etmək mümkün deyildir. Hikmət olmadan da həyatın, ilahi vəhyin mahiyyətini aşkar etmək və anlamaq mümkün olmaz. İlahi kitabın dərin mənalarını məhz ağlın, şuurun, analitik fəaliyyəti olan hikmət sayəsində kəşf etmək olar.